Yani Vensan Abubakarın bugün yaşı müzakirə olunur. Vensan Abubakar Drogba Qalatasaraya gələndə Vensan Abubakardan daha yaşlıydı. Gəldi Qalatasarayda xarüqələr yaratdı. Futbolçunun yaşına yox, fiziki formasına fikir verirlər. Artıq çəkisi yoxdur, biraz oyun praktikası var, təlim məşq toplanışı keçməyib. Ötən mövsüm Hatay Spor'da pis oynamayıb, normal oynayıb. Xarakterində problem var. Məsələn, Beşiktaşda oynayanda 3 mövsüm əvvəldə son oyunları bir neçə oyunu oynamadı, ayağım ağrıyır. Sübut edə bilmirsən axı. Ayağında zədə yoxdur, amma deyir ayağım ağrıyır. Damardır, sinirdir, ağrıyır. Amma çox usta futbolçu. Yəni dünya çempionatı kubokunda, dünya çempionatında oynanmış futbolçudur. Millisinin əsas hücumçusu olub illər ərzində. Yəni 50% sən dedin, inan 20%-in belə ortaya qoysa Abubakar Neftçiyə çox kömək edir. Yəni Abubakarın ölüsü Sambo ilə Ağadaşın dirisindən daha çox xeyir verər Neftçiyə. Yəni çox usta futbolçudur Abubakar. Sonra İdris Adumbiya Bakıdadır, Fildiş sahilindən. O da transfer olsa, o da baxırsaq Sporting, Alanya Spor. Yəni sanki Neftçi rəhbərliyi artıq vabanka gedir. Ya hər şey, ya da heç nə. Yəni komandanın gücləndirilməsi üçün, nəticələr qazanması üçün hər bir fədakarlıq elə. Yəni bunlar elə-belə gəlmir də bu futbolçular. Bunlara böyük maliyyə lazımdır. Yəni rəhbərlik məncə alqış düşür ki, uğursuz starta görə artıq büdcəni də ayırıb, bəlkə də büdcəni də aşıblar ki, təki komanda güclənsin, yaxşı nəticələr qazansın.